Salam dəyərli izləyicilər. Bugün sizinlə 5-ci sinif riyaziyyat dərsliyindən qonşu və qarşılıqlı bucaqlar mövzusuna və mövzuya aid olan çalışmalara baxacağıq. Bu tip videolar üçün də kanala abunə ola bilərsiniz. Vaxt itirmədən araşdırma və müzakirə hissədən başlayırıq. Deməli, usta pəncərəni düzəltmək üçün nərdivana çıxdı. Nərdivana açılan hissələrin kəsişdiyi nöqtə şərt olaraq O hərfi ilə işarələnib. AOB, AOC və BOC hansı növ bucaqlardır? Deməli, AOC kör bucaqdır. AOB iti bucaqdır. Ümumidə, yəni buradan BOC-nin də açıq bucaq olduğunu bilirik. AOB və AOC bucaqların ölçüləri ilə BOC bucaqlarının ölçüləri arasında hansı əlaqə var? Buradan görürük ki, AOC, yəni bu kör bucaqla AOB bucağının cəmi birlikdə bunlar iti bucağı, açıq bucağı verirlər. AOB bucağının ölçüsü azalarsa, AOC bucağının ölçüsü necə dəyişər? Baxın, AOB bu biraz bura gələrsə, bu nərdivanın bu hissəsi, aşağı hissəsi, onda kör bucaq artar. Öyrənmə hissəsinə baxırıq. Tərəflərindən biri ortaq olan, baxın bu ortaq tərəfdir, bu xət. Digər tərəfləri isə düz xət əmələ gətirən bucaqlara qonşu bucaqlar deyilir. Bu deməli, ortaq olan digər tərəflərlə düz xət əmələ gətirir. Burada MOK, baxın bura kör bucaq, burada iti bucaqdır. Bunlar bir-biri ilə qonşu bucaqlardır. Onların da dərəcə ölçüsünün cəmi 180 dərəcəyə bərabərdir. Qonşu bucaqların hər ikisi iti bucaq ola bilərmi? İti bucaq ola bilməz. Məsələn, bu qonşu bucaq götürək. Tutaq ki, ən böyük 89 götürək. 89-un üstə 89 gələndə 180 eləmir də. 180-dən fərqli ədəd olur, amma 180 dərəcə olmalıdır. Kör bucaq ola bilərmi? Hər ikisi kör bucaq ola bilməz. Amma düz bucaq ola bilər, bəli, məsələn. Bura 90 dərəcə, üstə gəlsin 90 dərəcə, 180 edir. Amma kör bucaq olanda 180 dərəcədən böyük olur. Birinci çalışmaya baxırıq. AOB açıq bucaq olarsa, bütün qonşu bucaqları və onların ortaq tərəflərini tapın. Deməli, AOM və MOB bucaqları qonşu bucaqlardır. OM şüası ortaq tərəfdir. İndi burada biz yazırıq ki, A, O, C və COB bucaqları. Bunu bu formada yazarsınız uşaqlar. Mən bucaqların adı yazacağım, siz qeyd edirsiniz. Bucaqları qonşu bucaqlardır. Qonşu bucaqlardır. Buradan deməli CO şüası ortaq tərəfdir. Sonra burada qonşu olan AOD və baxın bu düz xət. Bu açıq bucaqdır axı. Onda olur AOD və DOB bucaqları qonşudur. Deməli, DO şüası da yazırsınız ki, bu OM yəni DO şüası da ortaq tərəfdir. Buradan indi qonşu olanlar, baxın burada A, O, D. Bura qonşu olacaq bura ilə və D, O, B qonşu deməli bucaqlardır. Bunlar qonşu bucaqlar olanda D, O tərəfi, şüası daha doğrusu, şüası ortaq tərəfdir. Bir dənə bunu əlavə verək qaçım. Və bu bucaqlar da bir-birinə düz bucaq olduğu üçün perpendikulyar yerləşir. Deməli, hər iki tərəf 90 dərəcədir. Yəni, yazırsınız ki, bucaq SAK bərabərdir 90 dərəcə, bucaq KAT bərabərdir 90 dərəcə. Burada ümumi 180 dərəcə olmalıdır axı. 180, burada deməli 40 dərəcədir ki, toplayanda 180 dərəcə, ya da 180 dərəcədən 140-ı çıxaraq buranın 40 olduğunu tapa bilərsiniz. O zaman yazırsınız ki, bucaq deməli SAL bərabərdir 40 dərəcə. Burada
50 dərəcədir. 180 dərəcədən 50 çıxanda edir 130 dərəcə. Yazırsınız. Bucaq SAM bərabərdir 130 dərəcə. Dördüncü çalışmaya baxırıq. DCB bucağı ona qonşu bucaq olan ACD bucağından 2 dəfə böyükdür. Baxın, bura x-dirsə 2 dəfə böyük olan nədir? 2 vurulsun x-dir də. ACD bucağının dərəcə ölçüsünü tapın. ACD x-dir, x-i tapın. Ümumi nə qədər idi? 180 deyildi. Yazırıq x üstə gəlsin 2x bərabərdir 180 dərəcə. X-in üstə 2x gəlində 3x eləyir. Çünki bunun qabağında 1 var axı. Bərabərdir 180 dərəcə. Hər tərəfini 3-ə böləndə edir 60 dərəcə. Deməli, bizim bucaq ACD bərabərdir 60 dərəcə olacaq. Sonra OB şüası 5-ci çalışmaya baxırıq. COD bucağının tən bölənidir. Baxın, bu OB tən böləndir. Demək, burada bərabərdir. Burada bərabərdir. COD. COD. Yəni, bura ümumi özü neçədir? 86 dərəcədir də. Bura 86 dərəcədirsə, bura tən böləndirsə, 86-nın 43-ü bura düşəcək. Yarıdır da tən bölür. 43-ü də bura düşəcək. Deməli, AOC-ni buranı soruşur x. Artıq biz bu tərəfin 43 olduğunu bildik. Bura 43-dürsə, bu 43-ün qonşu bucağı AOC-dir də. Yəni, bucaq AOC bərabərdir. 180-dən 43 çıxırıq, tapırıq 130 dərəcə. Çünki bura ümumi açıq bucaq olduğundan 180 idi. 43-ü buradadırsa, 137-si də bu hissəyə düşür. 6-cı çalışmaya baxırıq. Tənlik qurmaqla suallara cavab verin. Deməli, lövhəmizi düzəldək. Deməli, biri digərindən 50 dərəcə böyük olan qonşu bucaqların dərəcə ölçüsü nə qədərdir? 6-cı çalışma A variantı. 2 qonşu bucaq da çəkə bilərsiniz. Biri digərindən 50 dərəcə böyük. Biri tutaq ki, x-dir. A, O, B, burada C olsun. Biri x-dir. Onda bura necə olacaq? X-dan 50 dərəcə böyükdür də. Üstə gəlsin 50 dərəcə. Onda biz ümumi bilirik ki, 180 dərəcədir. Baxın, belə 180 dərəcədir. Yazırıq x üstə gəlsin 50 dərəcə. Üstə gəlsin x bərabərdir 180 dərəcə. X-lar 2x üstə gəlsin 50 dərəcə. Bərabərdir 180 dərəcə. Hər tərəfdən 50-ni çıxırıq. 2x bərabərdir. 180-dən 50 çıxanda 130 dərəcə. Hər tərəfdə 2-yə bölürük. 130 bölünsün 2. Bərabərdir 65 dərəcə. Deyir ki, dərəcə ölçüləri nə qədərdir? Deməli, bu tərəf, yəni bucaq, bura C, O, B bərabərdir 60 dərəcə. Bucaq A, O, C 50 dərəcə böyükdür də. Yəni 65-in üstə 50 gəlirik, edir 115 dərəcə. Biri 65 dərəcəymiş, biri də 115 dərəcə. Sonra 6-cıda B variantına baxaq. Birinin dərəcə ölçüsü digərindən 5 dəfə böyük olan qonşu bucaqların hər birinin, deməli, hər birinin, hara getdi bu? Dərəcə ölçüsü nə qədərdir? Buranı düzəldək. Biri, məsələn, bura yazaq A, O, B, burada olsun C. Digərindən 5 dəfə böyük. Bura x-dirsə, bura x-dan 5 dəfə böyük eləyəcək 5x. Bunların cəmi x-la 5x-in cəmi 180 dərəcə. X-in üstə 5x gələndə 6x eləyir. Hər tərəfini də biz buradan 6-ya bölürük. 180 də 6-ya böləndə neçə eləyir? 30 dərəcə. Deməli, baxın, bu hissə var, x-imiz olan. Bura bucaq B, O, C bərabərdir 30 dərəcə. Bir də bura. Bucaq A, O, C də bərabərdir 5 vurulsun 30. Yəni 150 dərəcə edəcək. Sonra baxırıq öyrənmə hissəsinə. Qarşılıqlı bucaqlar. Bir bucağın tərəfləri başqa bir bucağın tərəflərinin davamıdırsa, belə bucaqlar qarşılıqlı bucaqlar adlanır. Məsələn, AB və CD düz xətlərin kəsişməsindən AOD və COB. Baxın uşaqlar, bunlar bir-biri ilə qarşılıqlı olacaq. Bir-birinə bərabərdir. Budur tərəf x-dir, burada x-dir. Bu AOC ilə, bura məsələn y-dirsə dərəcə ölçüsü, burada y olacaq. Və onların da
cəmi, baxın bu tərəf x-dən y belə götürəndə 180 dərəcədir. Burada da AOD konkret bucaqlarda veriblər. İndi 7-ci çalışmadan baxaq. İki düz xəttin kəsməsindən alınan qarşılıqlı bucaqları müəyyən edin və ölçüsü verilmiş bucağa görə bütün bucaqların dərəcə ölçüsünü tapın. Əvvəl qarşılıqlı bucaqları müəyyən edirik, sonra isə hamısını tapırıq. Deməli, A variantına baxırıq. Bir dənə buranı yenə düzəldək. Deməli, şərtlər. A variantında belə bir bucaq verilib, belə. Siz yazırsınız ki, burada qarşılıqlı bucaqlar hansılardır? Yazırsınız bucaq, əvvəl buraya yazırsınız qarşılıqlı bucaqlar. Siz dəftərinizə bu formada qeyd edərsiniz. Kitabdakı kimi mən burada yazdığımdan fərqli düşə bilər. Deməli, A bucaq, A, O, B, yəni bu kör bucaqlar və bucaq C, O, D. Və də yaza bilərsiniz, bərabərdir. Ya da bucaq A, O, C və bucaq B, O, D. Bunlar bir-birlə qarşılıqlı bucaqlardır. Dərəcə ölçüsü, məsələn, indi burada bura 35-dirsə, bura nə qədərdir? 180-dən 35 çıxırıq da. Yəni yazırsınız ki, bucaq deməli A, O, C üstəgənlsin. Və bu bucaq üstəgənlsin bu bucaq. Bucaq A, O, B bərabərdir 180 dərəcə. Biz buradan bucaq A, O, C-ni verilib də bilirik. 35 dərəcə üstəgənlsin. Bucaq A, O, B bərabərdir 180 dərəcə. Bucaq A, O, B-də artıq bilirik ki, 180-dən 35 çıxırıq. O da bərabərdir 145 dərəcə. Bucaq A, O, B 145 dərəcədirsə, baxın, bura 145 dərəcədir. Demək, burada 145-dir də. Onu da yazırıq. Bucaq A, O, B bərabərdir bucaq C, O, D-yə, o da bərabərdir 145 dərəcəyə. Növbəti misala baxırıq. Deməli, B variantında. Buradan qarşılıqlı bucaqlar hansıdır? L, S, R-lə M, S, N. Yazırıq buradan. Qarşılıqlı bucaqlar. Bucaq. Buranı bir dənə düzəldim. Qarşılıqlı bucaqlar. Deməli, bucaq L, S, R və bucaq M, S, N. Bir də buradan bucaq L, S, M və bucaq R, S, N. Bunlar bir-biri ilə qarşılıqlı bucaqlardır. İndi burada qonşu bucaqlar hansıdır? Yazırıq ki, M, L, S, yəni baxın bura və L, S, R, bura S-dir, qonşu bucaqlardır. Bucaqlardır. Həmçinin yenə yaza bilərsiniz ki, R, S, N və M, S, N qonşu bucaqlardır. Şərtlər, bu isə yəni qarşılıqlı və qonşu bucaqlar müəyyən edəndən sonra artıq buranı tapırıq. Baxın, burada M, S, L nəyə bərabərdir? Bucaq M, S, L bu 180 dərəcədir də. Bunun üzərinə biz 125 dərəcə gəlirik. Bərabər edir 180 dərəcəyə. Bucaq M, S, L hər tərəfindən 125 çıxsaq edir deməli 55 dərəcə. Bura deməli 50, bura 125 imsə bura 55 dərəcədir də. Onda bura neçə dərəcədir? Əvvəla bilirik ki, L, S, R 125-dirsə, bura bir dənə yazırıq. L, S, R bərabərdir M, S, N. Yəni bura 125 dərəcə eləyir. 125 dərəcə. Bir də burada M, S, L ilə bucaq M, S, L bərabərdir. Bucaq
S-N-ə, o da bərabərdir 55 dərəcəyə. Sonuncuya da baxaq, C variantına. Deməli, buradan qonşu bucaqlar hansılardır? Qonşu bucaqlar. Daha doğrusu, gəlin birinci qonşular yazaq, sonra qarşılıqlar yazarıq. Deməli, bucaq K, A, P və baxın, burayla 180 dərəcəyə bərabər olan hansı idi? Gəlin ilə qarşılıqlı yazaq, başımız qarışmasın. Qarşılıqlı həmişə kimi, qarşılıqlı bucaqlar. Qarşılıqlı bucaqlar. Deməli, bucaq P, A, bu iti bucaqla bu iti bucaq. P, A, S və K, A, D. Bucaq K, A, P və bucaq S, A, D. Bunlar qarşılıqlı bucaqlardır. Qonşu bucaqlar hansılardır? Dərəcə ölçüsü 180 dərəcə bərabərdir də. Qonşu bucaqlar da burada. Bucaq K, A, P ilə və P, A, S, sonra S, D, K və K, A, D. Bunlar da qonşu bucaqlardır. İndi buradan bura 45 dərəcədir. Bura 45 dərəcə. Onda mənimdir ki, burada 45 dərəcədir. Onda yazırıq. P, A, S bərabərdir. Bucaq P, A, S bərabərdir. Bucaq K, K, A, D bərabərdir 45 dərəcə. Bucaq P, A, K, A, P nəyə bərabərdir? Bucaq K, A, P bərabərdir. S, A, D-yə, yəni 180-dən çıxırıq 45 ki, qonşu bucağın tıbaq, o da bərabərdir 135 dərəcə. 135 dərəcə necə tapdığımızı özünüz müəyyən edə bilərsiniz. Bura 45-dirsə, 180-dən çıxırıq, bura 135 eləyir. Burada 135-sə, burada qarşılıqlı olduğundan 135-ə bərabər olur. Sonra 8-ci suala baxaq. Şəkildə 2 düz xətt kəsişir. Təsvirlərə əsasən x-in qiymətini tapın. Şagirdlər, deməli, burada rahat bir yolunuz var. Baxın, bunlar bir-birinə bərabərdir, elə deyil. Onda biz yazırıq ki, baxın, x 8-ci çalışma A variantı. Yazırıq ki, x üstəgəlsin 15 dərəcə bərabərdir 45 dərəcəyə. Hər tərəfindən də 15 çıxanda x bərabərdir 45 dərəcə. Buradan 15 çıxanda qalmır da. 45 çıxsın 15 bərabərdir 30 dərəcə. Yoxlamaq üçün də 30-un üstünə geri 15 gəlsəz bərabər eləyəcək 45 dərəcə. Sonra B variantına baxırıq. Görürük ki, burada da yəni 3x üstəgəlsin 25 dərəcə bərabərdir aşağıda 115 dərəcəyə. Hər tərəfdən 25 çıxırıq. Edir 90. Buradan da 25 çıxıram. Buradan da 25 çıxıram. Çaşdırmamaq üçün bunu da yazın. Hər tərəfində 3-ə böləndə edir 30. Deməli, x-miz 30 imiş. Sonra C variantına da baxaq. Baxın, artıq burada qarşılıqlı deyil. Bunlar qonşudular. Qonşu onda dərəcələr nəyə bərabərdir? 180-ə. C variantı. 2x üstəgəlsin 44, üstəgəlsin 64 bərabərdir 180 dərəcə. 2x üstəgəlsin 44-ün üstə 64 gələndə 108 bərabərdir 180 dərəcə. Hər tərəfindən də 108 çıxsaq bərabərdir. Bunlar gedir. 2x bərabərdir 72 dərəcə. Hər tərəfində 2-yə bölsək x bərabərdir 36 dərəcə olacaq. Bunlar gedir axı burada. Sonra məsələ həlli. 9-cu məsələyə baxaq. Deməli, kitab rəfini divara möhkəm bərkitmək üçün kronşteynlə istifadə olunur. M, B, C. Baxın, M, B, C. Bura 35 dərəcədir. Bura 35 dərəcədir.
MCB 55 dərəcədir. MCB. Burada 55 dərəcədir. İndi nəyi soruşur? ABC ilə bunu gəlin fərqli rəngdə verək. ABC ilə burayla BCD-nin cəmini soruşur buranın. Bura X olsun, burada Y. Şagirdlər, 9-cu çalışmayı qeyd edirsiniz bu formada. Deməli, bucaq əvvəla, baxın, bu hissə var. Bunun üzərinə bu hissəni gələndə, bu açıq bucaq edir axı. Baxın, belə açıq bucaqdır. Ümumi götürəndə açıq bucaqdır. Yəni, bucaq A, B, C üstə gəlinsin. Bucaq M, B, C bərabərdir. Deməli, A, B, C üstə gəlsin. M, B, C bərabərdir 180 dərəcə. Biz M, B, C-nin ölçüsünü bilirik də. Burada öz verir, baxı, 35 dərəcə. Yəni, bucaq A, B, C üstə gəlsin 35 dərəcə bərabərdir 180 dərəcə. Bucaq A, B, C də bərabərdir. 180-dən də 35 çıxırıq. 145 dərəcə. Biz A, B, C-ni tapdıq. Bucaq A, B, C 145 dərəcədir. İndi eyni qayda ilə bura. Baxın, burada 180 dərəcədir. Fikir verin, bura 180 dərəcədir. Onda olur bucaq B, C, D üstə gəlsin. Yəni, bura üstə gəlsin. Bu Y hissə üstə gəlsin. Bucaq M, C, B bərabərdir 180 dərəcə. Bucaq B, C, D-ni bilmirik, amma üstə gəl. Bucaq M, C, B-yi bilirik. M, C, B-yi niyə yazıram təzdən? M, C, B yerinə yazıram. Deməli, 55 dərəcə. 55 dərəcə. O da bərabərdir 180 dərəcə. Buradan da bucaq B, C, D bərabərdir. 180-dən 55 çıxanda 125 dərəcə. Deməli, bu hissəndə bu Y-də tapdıq ki, yəni bucaq B, C, D bərabərdir 125 dərəcə. Bunların cəmini soruşur da. Yəni 145 dərəcə üstə gəlsin 125 dərəcə bərabərdir 170 dərəcə. 10-cu suala baxırıq. Parkın ərazisində 3 yol kəsişir. Şəkildən istifadə edərək suallara cavab verin. AOM, əvvəl AOM-i tapırıq. Bir dənə qızardaq buranı. AOM, MOD, MOD, NOB. Bucaqların dərəcə ölçüləri nə qədərdir? NOB. Bir dəfə buranı soruşur. Bir dəfə buranı soruşur. Bir dəfə də buranı soruşur. Əslində elə göy rəng daha yaxşıdır. Deməli, AOB buranı soruşur. Şərtlə bura 35 dərəcədirsə, baxın bu hissə. Bura 35 dərəcədirsə, bura nə qədərdir? Bura ümumi 180 dərəcədir də, elə deyil. Baxın, bura 180 dərəcədir. Buranı bilmirik. Bura bir dənə nə qoyaq? Bura qarşılıqlı axıdır. Baxın, bu altındakı 7x-dir, sonra burada 7x-dir də. Baxın, burada 7x eləyəcək. Çünki bura 7x-dir, burada 7x eləyəcək. Qarşılıqlıdır da. Və buranın da ümumi cəmləyə bərabərdir. 180-ə bərabərdir, elə deyil. Baxın, bura 180-dir. Onda biz bura yazırıq ki, 35 dərəcə üstə gəlsin 7x üstə gəlsin x üstə gəlsin 25 bərabərdir 180 dərəcəyə. Dəyişənləri 1 toplayırıq. X-ları 1, 25-35-də 1. 8x üstə gəlsin 60 dərəcə bərabərdir 180 dərəcə. Hər tərəfdən 60 çıxanda 8x bərabərdir 120 dərəcə. Hər tərəfdə 8-ə böləndə x bərabərdir 15 dərəcə. Deməli, x-imiz 15-dirsə, baxın, bura 7x idi də. Onda biz yazırıq ki, bucaq AOM bərabərdir 7 vurulsun 15. O da bərabərdir 105. Bucaq MOD-də bərabərdir. X üstə gəlsin 25. X-in yerinə gətirib x 15-dir də 15 qoyuruq. 15 üstə gəlsin 25 bərabərdir 60 dərəcə.
AOM-də AOM tapdıq. Bir də nə qaldı? NOB. NOB-də elə AOM-ə bərabərdir də. Buradan yazırsınız ki, baxın, bucaq AOM bərabərdir bucaq NOM-ə. NOB-yə daha doğrusu. O da bərabərdir 105 dərəcə. Siz dərəcə işarələrini qoyun, yaddan çıxmasın. Sonra buranı silirəm. Növbəti AOM bucağının dərəcə ölçüsünü fərqli üsullarla necə tapmaq olar? A, O və N. Buranı deyir necə tapmaq olar fərqli üsullarla? Baxın, deməli, bura x üstəgəlsin 25-dirsə, məsələn, bucaq M, O, D, x bərabərdir bucaq C, O, N. Elə, o da bərabərdir x üstəgəlsin 25 dərəcə. X-imizi 15 tapdıq da, onda o da bərabərdir 15 üstəgəlsin 25 bərabərdir 60 dərəcə. A, O-N-i soruşur, yəni bu çox, biraz böyük bucaq soruşur da, onda bucaq A, O, N-də bərabərdir. Biz bu hissəni tapdıq. Baxın bu hissəni, çünki bu hissə ilə bu hissə bir-birinə bərabərdir. Renklər heç bir seçilmir. Baxın, bu hissə ilə bu hissə bir-birinə bərabər idi də. Bura x üstəgəl 15, 15-in üstə 25 gəlində daha doğrusu 40 edirik uşaqlar. 40 deməli, burada 40 dərəcədir. İndi A-N-i soruşur. Buranı soruşursa biz yazırıq 35 üstəgəlsin 40 dərəcə bərabərdir 75 dərəcə. Bu birinci üsul. Sonra necə tapa bilərik? Bir dənə silim. Əsər əlamət qalmadı şəkildən. Aha. Deməli, başqa düzəldi. Aha. Böyükdə işarəçilər. Bir dəfə elə tapdıq. Sonra buranı, baxın bu hissəni. Bu hissəni tapmaqla, yəni yaza bilərik ki, biz bura bucaq, buranı düzəldək. Deməli, bucaq A, O, N bərabərdir bucaq M, O, B-yə. Buradan da şərtlər. Bilirik ki, bura 35-dirsə, o da burada 35-dir də, burada 35-dir. Və o da bərabərdir x üstəgəlsin 25 üstəgəlsin 35. X-imiz də 15 idi. 15 üstəgəlsin 25 üstəgəlsin 35 bərabərdir 75 dərəcə. Bu qədər. İki üsulla belə tapılar. Bu birinci üsuldur. Bu da ikinci üsuldur. Bura qədər izlədiyiniz şagirdlər kanalıma abunə olaraq dəstək verə bilərsiniz. Sağ olun, salamat qalın.